Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin məzun günü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Qurani Kərimdən ayələr tilavət olunub. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ağız Şirinov, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxışlarda təhsil müəssisələrinin ölkəmizdə yüksək ixtisaslı dini kadrların hazırlanmasında mühüm rol oynadığı vurğulanıb, məzunların qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafına töhfə vermək istiqamətində uğurla tətbiq edəcəklərinə əminliklə ifadə olunub. Tədbir çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin ifasında Hüseyn Cavidin Vətən, Əliağa Vahidin Vətəndir və Həmzə Nigarinin Qarabağ şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub. Tədbirdə tələbələrin ifasında Əsmaül Hüsna və Nizami Gəncəvinin Minacat əsərindən ibarət ilahi təqdim olunub. Daha sonra məzun andı səsləndirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi ictimai fəaliyyətdə fəal iştirak edən müəllimləri və əməkdaşları təltif olunublar. Sonda məzunlarla xatirə fotosu çəkilib. Bildiyiniz kimi Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə Cənab Prezidentin ölkədəki mənəvi mühitə göstərdiyi qayğının nəticəsində yaranıbdır. Və sevindirici haldır ki, artıq biz bugün İlahiyyat İnstitutunun 5-ci məzunlarını veririk. Və yenə sevindirici bir haldır ki, ilk dəfə Azərbaycan İlahiyyat İnstitutunun yanında yaradılmış Bakı İlahiyyat Kolleci də öz məzunlarını verir. Günay Hacıyeva, Rəsul İsayev, Səs TV xəbər.